gün sizlərlə birlikdə belə bir sual nümunəsinin izahına baxacaq. Bizə deyir ki, Unicode kodlaşdırmasında yığılmış 25 səhifəlik elektron sənədin hər səhifəsində 32 sətr və hər sətrində də 64 simvol var. Bu fayl 30% arxivləşdirdikdən sonra neçə 4 kilobaytlıq klasterə yerləşir. Əvvəlcə biz elektron sənədimizin həcmini tapmalıyıq və bunun üçün də həcm düsturumuz var. Həcm bərabərdir səhifə vurulsun, sətr vurulsun, simvol vurulsun i. Bunların hər birini bizə şərtdə verib. Hesablasaq, həcm bərabərdir. Səhifəmizin sayı 25-dir. Hər səhifədə 32 sətr var. Vurulsun 64 simvolumuz var. Vurulsun i. I nədir? Əlifbamızdakı bir simvolun həcmidir. Və bizdə Unicode əlifbası verdiyi üçün bilirik ki, Unicode əlifbasında bir simvolun həcmi 2 bayt və yaxud da 16 bitdir. Biz asanlıq olsun deyə onu 2 bayt kimi götürəcəyik. Vuracaq 2 bayta. Daha sonra 32 və 64-ü 2-nin qüvvəti şəklində yazıb sadələşdiririk. 25 vurulsun 2 üstü 5 vurulsun 2 üstü 6 vurulsun 2 bayt. 2 bayt da bilirik ki, yəni 2 üstü 1 deməkdir. Qüvvətlər fərqlidir, əsaslar eynidir. Bu zaman vurma zamanı üstlər toplanmalıdır. Yəni 25 vurulsun. Üstləri toplayanda 5 üstə gəlsin 6, üstə gəlsin 1. Bu edəcək 2 üstü 12 bayt. Diqqət etsək ki, sonda 4 kilobaytlıq dediyi üçün, yəni bizə kilobaytla istədiyi üçün əslində bunu başda kilobayta gətirmək lazımdır ki, hesablayanda daha rahat olsun. Biz bilirik ki, baytdan kilobayta gəlmək üçün biz ədədimizi bölməliyik 2 üstü 10-a. Yəni 25 vurulsun 2 üstü 12 bölünsün 2 üstü 10. Əsaslar eynidir, qüvvətlər çıxılacaq bölmə zamanı. Yəni 25 vurulsun 2 üstü 2 qalır. Yəni bu 25 vurulsun 4, bu da edəcək 100 kilobayt. Bu bizim ilkin həcmimizdir, sənədimizin ilkin həcmidir. İndi isə bizə şərti davamında deyir ki, bu fayl 30% arxivləşdirilib. 30% arxivləşdirilibsə, bizim ilkin həcmimiz demək ki 100%-dir. Yəni 100 kilobaytımız 100%-dir. Onda 30%-imiz nə qədər edər? Tənasübdən istifadə edəcəyik. X bərabər olacaq. 100 vurulsun 30 bölünsün 100. İxtisar gedəcək və qalacaq 30 kilobayt. Bu bizim arxivləşdirdiyimiz faylın həcmidir. Arxivə gedəndir yəni. İlkin həcmimiz budursa, bəs qalan həcmimiz necə olacaq? Bunu tapmaq üçün ilkin həcmdən çıxmalıyıq arxivləşdirilən faylın həcmini 30 kilobayt. Yəni bizə qalacaq faylımızın həcmi 70 kilobayt. Daha sonra deyir ki, həmin faylı neçə 4 kilobaytlıq klasterə yerləşdirmək olar. 70 kilobayt bizim faylımızın həcmi oldu arxivləşdirdikdən sonraki fayl həcmidir. Klasterimizin həcmi isə 4 kilobaytdır. Bunun üçün 70 kilobaytı bölmək lazımdır 4 kilobayta və bu zaman alınır 17,5. Bunu yuvarlaqlaşdırırıq 18-ə. Bu bizə verir klasterin sayını. Nəyə görə belə edirik? Baxırıq ki, bizim klasterimiz 4 kilobaytdır. Yəni klasteri bir növ qutu kimi düşünsək, bu 4 kilobaytdırsa, bizə neçə dənə lazımdır? 70-ə gələnə qədər, yəni bizə 4 kilobaytlıq klaster lazım olacaq. 4, 4, hər biri 4. Və gəlir 17 dənəsi burada 68-ə qədər gəlir. Yəni 17-ni 4-ə vuranda 68 edir. Bizdə 70 kilobaytlıq fayldır. Yəni ikisi əksik qalmış olur. Ona görə bir dənə də klaster yaradırıq. O da həcmi 4 kilobayt olduğu üçün bu bir klasterdir, üstünə gələndə edəcək 18 klaster. Yəni cavab olacaq 18 klaster.